Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə gün, həftə, ay mövzusunu öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik hadisələrin ardıcılığı, günün vaxtları, həftə və il, tapşırıqlar. Lalə yay tətilində kitab oxumağı çox sevir. O, yay fəslinin hər ayında 2 kitab oxuyur. Lalə düşünür ki, o yay fəslində cəmi neçə kitab oxuyur. Əziz şagirdlər, gəlin bu mövzunu öyrənək və Laləyə kömək edək. Hadisələrin ardıcılığı. Əziz şagirdlər, həyatımızda baş verən hadisələr müəyyən bir ardıcılıqla baş verir. Və biz o hadisələri əvvəl və sonra olmaqla fərqləndiririk. Gəlin baxaq. Məsələn, əvvəl parça olur, daha sonra biz o parçadan don tikirik. Digər nümunəyə baxaq. Əvvəl torpağa toxum səpirik, sonra gül böyüyür. Günün vaxtları. Əziz şagirdlər, sizcə günün neçə vaxtı var? Bəli, günün 4 vaxtı var. Səhər, günorta, axşam və doğrudur, gecə. Əhsən sizə. Həftə və il. Əziz şagirdlər, bir həftə 7 gündən ibarətdir. Həftənin günləri bir-birini əvəzləyir. Gəlin baxaq. Bazar ertəsi, 1-ci gün. Çərşənbə axşamı, 2-ci gün. Çərşənbə, 3-cü gün. Cümə axşamı, 4-cü gün. Cümə, 5-ci gün. Şənbə, 6-cı gün. Bazar, 7-ci gündür. Gördüyünüz kimi bir həftədə 7 gün oldu. Bazar günü bitəndən sonra yenidən bazar ertəsi gəlir və bu şəkildə davam edir. Gəlin indi isə Aynurun suallarına cavab verək. Aynur soruşur ki, bugün həftənin hansı günüdür? Məsələn, bugün həftənin gəlin 5-ci günü olsun. Sabah həftənin hansı gün olacaq? Əgər bugün həftənin 5-ci günüdürsə, sabah həftənin sizcə hansı gün olacaq? Bəli, 6-cı gün olacaq. Yəni, şənbə günü olacaq. Gəlin indi isə Aynurun digər sualına cavab verək. 2 gün sonra hansı gün olacaq? Deməli, bugün cümə günüdür. Əgər cümə günüdürsə, 2 gün sonra hansı gün olacaq? Biz nə etməliyik? 1, 2. Deməli, 5-ci gündən 2 bayt irəlidəki günün adını deməliyik. Bu, 7-ci gündür və 7-ci gün bazar günüdür. Deməli, cümə günündən 2 gün sonraki gün bazar günü olacaq. Əhsən sizə. Həftə və il. Əziz şagirdlər, günlər ayları isə ilə əmələ gətirir. Bir il 12 aydan ibarətdir. İlin ilk ayı yanvar, son ayı isə dekabrdır. Bir ildə 4 fəsil, hər fəsildə isə 3 ay olur. Baxaq, gəlin fəsillərlə tanışılaq. Yaz, yay, payız, qış. Yaz ayında mart, aprel, may ayları olur. Yay fəslində isə iyun, avqust ayları olur. Payızda sentyabr, oktyabr, noyabr, qışda dekabr, yanvar, fevral ayları olur. Gəlin indi isə Anarın suallarına cavab verək. Anar soruşur, indi hansı aydır? Məsələn, gəlin olsun mart ayı. 2 ay sonra hansı ay olacaq? İndi mart ayıdırsa, 2 ay sonra dediyimiz üçün irəli baxırıq. 1, 2. Deməli, mart ayından 2 ay sonraki ay hansı ay olacaq? Bəli, may ayı olacaq. Gəlin indi isə Anarın digər sualına cavab verək. Yanvardan 3 ay sonra hansı ay olacaq?
Gəlin yanvar ayını tapaq. Bəli, tapdıq. Yanvardan 3 ay sonra hansı ay olacaq? Deməli, biz baxırıq. Fevral, mart, aprel. Yanvardan 3 ay sonraki ay aprel ayıdır. Bəli, əhsən sizə. Əziz şagirdlər, biz artıq mövzu ilə tanışıq. Elə isə gəlin Laləyə kömək edək. Lalə yay fəslinin hər ayında 2 kitab oxuyur. Əziz şagirdlər, yay fəslində neçə ay olur? Bəli, yay fəslində 3 ay var. Onlar hansılardır? İyun, iyul və avqust. Deməli, yay fəslinin hər ayında 2 kitab oxuyur. Deməli, iyun ayında 2 kitab oxuyur. İyul ayında 2 kitab oxuyur. Avqust ayında da 2 kitab oxuyur. Sizcə o yay fəslində, yəni yay tətilində cəmi neçə kitab oxuyacaq? Bunu tapmaq üçün biz nə edəcəyik? Doğrudur. 2 üstəgəl 2 üstəgəl 2. Sizcə cəm neçə olacaq? 2 üstəgəl 2 4 edir. 4 üstəgəl 2 6 edir. Deməli, 2 üstəgəl 2 üstəgəl 2 bərabərdir 6-ya. Bu o deməkdir ki, Lalə yay tətilində cəmi 6 kitab oxuyur. Əhsən sizə. Tapşırıqlar. Ayla həftənin çərşənbə, cümə və bazar günlərindən başqa qalan bütün günlərdə rəsm dərnəyinə gedir. O həftənin neçə günü rəsm dərnəyinə gedir? Əziz şagirdlər, video fazilə verərək tapşırığı özünüz yerinə yetirməyə çalışın. İndi isə gəlin tapşırığın həllinə birlikdə baxaq. Deməli, ayla həftənin çərşənbə, cümə və bazar günlərindən başqa qalan bütün günlərində rəsm dərnəyinə gedir. Bəs yaxşı, həftədə neçə gün var? Bəli, doğrudur. Həftədə 7 gün var. Hansılardır? Gəlin baxaq. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Deməli, çərşənbə, cümə və bazar günlərindən başqa qalan bütün günlərdə rəsm dərnəyinə gedir. Deməli, çərşənbə günü getmir, cümə günü getmir, bazar günü getmir. Deməli, o həftənin neçə günü rəsm dərnəyinə gedir? 1, 2, 3, 4. Deməli, ayla həftənin 4 günü rəsm dərnəyinə gedir. Əhsən sizə. Əli məktəbə Nəzrin əvvəl gəldi. Uğur Nəzrindən sonra, amma Aydandan əvvəl gəldi. Məktəbə birinci və sonuncu kimlər gəldi? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz yerinə yetirməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, Əli məktəbə Nəzrindən əvvəl gəlir. Bu o deməkdir ki, Nəzrin məktəbə Əlidən sonra gələcək. Bəli, doğrudur. Əli məktəbə gəlir, sonra isə Nəzrin gəlir. Keçək ikinci cümləni oxuyaq. Uğur Nəzrindən sonra, amma Aydandan əvvəl gəldi. Uğur Nəzrindən sonra gəlirsə və Aydandan əvvəl gəlirsə, bu deməkdir ki, Aydan Uğurdan sonra gələcək. Bəli, doğrudur. İndi isə gəlin tapaq. Məktəbə birinci və sonuncu kimlər gəldi? Birinci Əli gəldi, sonuncu isə Aydan gəldi. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə gün, həftə, ay mövzusunu öyrəndik. Bu mövzuyla bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərsin üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.